Değerli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri Bərdə Maşın Bazarından salamlayıram. Maşınların qiymətləri ilə maraqlanıb sizləri tanış edəcəyik. Maşın bazarında da maşallah olsun, yeri yoxdur. Yəni, giriş çıxış hamısı dolubdur. Qardaş, Allah xeyir versin. Çox sağ ol. Maşınımız Ford. Ford Escape 2022 birinci xəzinəyik. 600 kilometrdə özümüz gətirmişik. Xaricdə işlənmişin, yəni xaricdən gətirmişsiniz də? Bəli, 600 kilometrdə sifariş eləmişik, gəlib. İndi də 96.000 Bəli, kilometrdən. 96.000 kilometrdən. Evropikadır bunlar, Amerikanka deyirlər. Amerika brendidir. Çox super sərgəli maşındır. Yox, Avropa bazarı üçün istehsal olunmuş. Elə başa düşürəm, kilometrdən göstərir. Bəli, bəli. Hə. Deməli, neçənci ildən sizdədir? 2023-dən. 23-dən sizdədir. Yəqin sənədlər qaydasında. Bəli, sənədlər qaydasında. Aformut öz adınıza olan maşın. Bəli, bəli. Gələndən sonra nəsə xərcləriniz oldu mu maşınınıza? Heç bir xərc tələb olunmuyor. Çox super maşındır, çox belə əla, ehtiyac olduğuna görə satırıq. Allah özü kimi olsun. Yəni elə necə almısınız o vəziyyətdədir maşınınız? Bəli, bəli. Maşınımızın mühərrikinin kubu? 1.5 turbo 208 at gücü. Benzindir də? Benzin, bəli. Hə, necədir mühərrikin vəziyyəti? Çox super, heç bir problem Əl yoxdur. dəyməyib ki mühərrikinə? Heç bir əl dəyilməyib, bütün rasxodikləri də hamısı ödənilir. Yağ azaltmadır, səs Heç normaldır. Bəli, bəli. Hə, korobkası elektron korobka ilədir hətta. Bəli. Hə, necədir korobkanın vəziyyəti? Super, heç bir problem yoxdur. Gecikməsi, vurması? Heç bir problem yoxdur. 4 çəkərdim yoxsa? Yox, qabaq çəkir. Ön çəkən maşın, Bəli, yalnız ön çəkir. Hə, crossoverdir, onu gördüm bəlkə də də çəkir. Öndə vəziyyət necədir? Qranatlarda səs filan. Heç bir səsi Periodda yoxdur. ümumilikdə səs Heç yoxdur bir. ki. Hamısı super vəziyyətdə. 5 rejimi var. Yay, qış, yağış, qar rejimi, hamısı var. Hə, özünüz Sport. buradan əlinizə Bəli, idarə edirsiniz. buradan hamısını idarə edirik. Maşınımızın təkərləri necə idi? Təkərlərdə hardasa 12.000 probek gedibdi. Təzə qoymuşuq. Təkərlər də yaxşı. Dəyişəndəki altı necədir? Zədə yoxdur ki Heç bir altında, zədə kolunda? yoxdur, xeyr. Dəyişən detalları yoxdur. Qapı, krel, qapı. Dəyişən detalı yox. Yüngül kraskası var, sok kraskaları. Dəyişən detalı yoxdur. Kosmetik şeylə biləm yoxdur maşınımız Heç təmizdir. bir kosmetik şey yoxdur. Hamısı Aynaları təmizdirmi? Bəli, Yox, bəli. qırıq çatı. heç bir Aynalar çatı yaxşı. qırığı yoxdur. Dördü də düymə ilə qalxır. Bəli. Şiti təmizdir. Zolaq tanıma, Aha, əlavə özü funksiyaları. tormuz deyir, bəli, avtomatik xodlanma aralıdan 500 metrdən vurursan xodlanır. Monitor da zavoddan gəlməlidir. Monitor, Nə varsa zavod hamısı çıxır. Nə var zavoddan hamısı gəlməlidir. zavoddur, bəli. Aha. Kondisioner də yəqin ki yaxşı. Kondisioneri, siderniya qızdırıcısı, aerobak hamısı super vəziyyətdə. Yanacaq sərfiyyatında deyin də bizə. Yanacaq sərfiyyatı 6 litrdən 9 litrə kimi. Ha, ekonom rejimi var. Ekonom rejimi, bəli, hamısı var burada. Maşınımız yaxşı Sport. maşındır, təzə maşındır. Qiyməti neçə deyirsiniz? Qiyməti real alıcı olsa 27.500-ə verərik. Yəni belə 27.500. qiyməti çox bahalıdır, ehtiyac olduğuna görə satırıq. 27.500-dən nəsə düşmək olacaq? İndirim varmı yəni? Yüngül Davern ustad alarıq da. Hansı rayondasınız? Bərdə rayonu. Əlaqə nömrəsini deyə bilərsiniz? 050 367 11 71. Allah xeyir versin qardaş. Çox sağ olun. Siz də sağ olun. Maşınımız il 2007-dir, heç bir problem yoxdur, şəxsi sürüş üçün alınıbdır. Motor sistemi ideal vəziyyətdədir, təkərlər təzədir, maşın içi dolu salon vəziyyətdə. Bagajdır, ayaq altılardır, hamısı çiçək kimidir. Yəni qiymət 6.2 deyilir, real alıcıya da indirim olacaqdır. Çalışdığımız qədər də yəni indirim eləyərik, heç bir problemsiz maşındır. Yəni şəxsi sırf sürüş üçün alınıbdır. Sadəcə maşın dəyişilir deyə, başqa maşın almaq istəyir deyə maşın satışa çıxarmışıq. Daha yaxşı maşın almışsınız. Daha yaxşı da, biz biraz oliqarx hal aldığımız üçün yəni maşın dəyişmək istəyirik. Sağ qardaşımız oğludur, Dərgah qardaşın oğludur. Allah can sağlığı versin. Son nə vaxtdan işlədirsən maşını? Amma aldığım arası 2 aydır. Maşın burada onu qeyd edirəm ki, yəni 2 ayda almışam, alandan ancaq maşına xərc qoyulur ki, maşın yəni ideal olsun. Maşının bütün nəyə varsa, yəni hamısına kimi dəyişilib, güzgüsünə kimi, günlüyünə kimi dəyişilib də. Yəni tutun məsələn şurubuna kimi demək olar ki, maşını dəyişmişəm. Nə yaxşı bəs tez həvəsdən düşdün? Nə maşın almaq istəyirsən? Həvəsdən düşünürəm, biraz komfort istəyirəm mən.
Priora zad almaq istəyirəm ona Priora görə. almaq Priora zad istəyirəm, həvəsinə düşmüşəm, daha doğrusu ona görə maşın satıram. Motorunu yığdırmadın? Motorun zadamsız çəkim yığılmadı, sökülüb təzədən yığılmadı, yəni sötürüb baxdırıb təzədən bir yığdırmışam ki, problemsiz olsun. 06-da motor. Motor 06 motor, diferində səs də yoxdur. Yağ azaltma səsi yoxdur motorda? Yox. Korobkada atma yoxdur? Korobkada da atmır. Korobkanla yığdırmışam, ona deyim. Təzədən sötürüb təzə materiallarla yığdırmışam, yəni çiçək kimidir. Altda vəziyyət necədir? Polda? Vəziyyət çiçək kimidir. Çürük pas yoxdur? Yoxdur. Danqrat yerləri də yerində? Yerində damsın. Prujinlarını təzə dəyişdirmişəm, onu da qeyd edim. Təzə kilik, bir ring qoymuşuz, zavadskoy bir ringlə, təp-təzə. Peredokda səs-küy yoxdur? Yox. Təkərlər təzə? Təkərlər təzə ideal vəziyyətdədir. Yəni burada maşından alandan benzin əski olunubdur, yəni maşın yəni benzinsiz maşındır. Nə vaxt alsan al sür. Kişinin sağlığı. Dəyişilənləri və sansılardır? Dəyişənləri bilmirəm, onu yollar da yəqin ki, amma sən Qapı, kril, kapot. Yalan deyirəm, bu başım çıxmır. Kosmetik işi yoxdur da, yoxsa? Yox, heç nə yoxdur, kosmetika işi yoxdur. Yüngülvari burasında sıxıntı var, o da elə belə şeydir. Şüşələr təmizdirlər. Şüşələr hamısı Çat yoxdur ki. Yox. Əllə mi qalxır yan aynalar? Nə? Yan aynalar əllə mi qalxır? Hə, əllə qalxır. Amma maşın özü pultla açılıb bağlanır. Bagajı pultla açılıb bağlanır. Maşın qapıları pultla açılıb bağlanır. Şitin üstündə bir yerdə çat var. Hə, çat yəni elə bir Yox, şitin üstündə. Yox. Oturacaqlar yaxşıdır. Hamısı real vəziyyətdədir, bir dənə göstərək. Qiymət dedik neçə? Qiymət 6-2 deyilirəm. İndi real alıcıda olsa danışıq vasitəsilə, yəni endirim olacaqdır. Çalışdığımız qədər endirim eləyəcəyik. 5-8 deyən olsa nə deyək? 5-8 olsa cavab var da, nə deyim də. Bazarın ucu axırlardır, mən də maşın dəyişəsiyəm. Hardadır maşın? Maşınımız Bərdədədir, Qasqınlar qəsəbəsi. Telefon nömrəsində deyin. 050 556 46 36. Uğurlar arzu edirəm. Sağ ol, var o. Xeyirli olsun qardaş. Sağ ol qardaş, sağ ol. Allah köməyin olsun. 06 maşını satırsınız. Bəli. Buyurun, məlumat verin bilək necə İl maşın? 2005-dir qardaş. 6700 qiymətdir. Maşında da heç bir problem yoxdur. Otur sür. Benson pat presinə kimi, aparaturasına kimi, sidenyaların yığılmasına kimi. Sidenya qızdırıcı yoxdur amma. Nə qədər var? Bakavinləri öz kraskasındır. 5 ildir məndədir, tanıyan bilir. Beyləqanlar tanıyanlar bilir nədir. Aformutda yəqin ki maşın. Bəli. Texpasportun adımadır birbaşa. Sənədləri necə? Qaydasında Salam. Yaxşı qardaş. Bu da benim İstanbul onda Motoru nədir bunun? öz motorudur. Motorda 06 zavoddan yəni öz gəlmə, motor bəli, yəni. zavoddan gəlmə açılmamış motorudur. Yağ azaltması, Heç səsi, bir problem. korobkası necə? 5 karafkadır. Atmır eləmir. İl neçədir maşınımız? 2005. 2005, hə. İş zavoddur da maşın. Bəli. İcidən xəbəri yoxdur amma. Dəyişmisən hamısını. Bəli. Difer necə? Sağlam. Altında çürük pas varmı? Yox qardaş, yox heç nə. Danqrat yerləri var. Hamısı salamat vəziyyətdə. Öndə vəziyyət, peredokda. Super vəziyyət. Daşkəsəli yolda səs eləmir ki. Heç nə. 3 lə sür. Təkərlər yaxşıdır. Bəli. Anlantin təkərlər 4 dənə altında. Dəyişilənlərini də deyin də bizə. Qapı, Krilo. kril, kapı. Ya bir dənə krlodur, sağ krlo. Deyə qardaş əlim vurur. Aha, ön sərnişin tərəf. Bəli. Kraskadakı yəqin ki tam kraskalanmış olar. Lötkə yox, lötkə kraska yerilmiş. Hazırda yoxdur ki kosmetik işi. Yox, heç bir manat xərc tələb eləmir. Şüşələr təmizdir. Bəli. Əllə mi qalxır? Fioletli plyonkalar vurulur. Yox, podyomnik deyil. Əlləndilər də. Əllə. Şəhərə. Şitin üstü təmizdir, qırıq-çat yoxdur ki. Heç bir şey. Oturacaqlar da elə bilirəm yaxşıdır. 400 manat elə onu oturacaqları pul aparır. Maşın Bakavinləri öz kraskasıdır. normal maşın. Qiymət neçə dedik? 6700. Endirim nə qədər eləyək? Endirim oradan 200 keçərəm. Hansı rayondasınız? Beyləqan rayonunda Milabad kəndində. Kəndə gəlsinlərmi? Hara ürək istəyir, Beyləqanın hansı ətrafında olur olsunlar, fərq edir. Telefon nömrəsini deyin. 050 463 92 96. Allah xeyir versin. Sağ ol. Siz də sağ olun. Rezini qaldıra bilərik, dəmrinə baxaq. Nələr var onun altında? Yaxşıdır. Qardaş xeyirli olsun. Sağ olun, çox sağ olun. 06 maşındır sizdə də. Bəli. Buyurun məlumat verin, bilək necə maşındır? Maşın ili 98-li qardaş. Zavod bez detal maşındır. Motor 06-dır, korobkada 4. Yəni radnoy maşındır. Çoxdan müştədirsiniz. Yox, alıb satıram. Bu vəziyyətdədirmi? Xeyr, alıb əl gəzdirmişəm, nə biraz.
kosmetikasına da yüngül var əl gəldirmişəm. Sənədləri necə? Sənədləri 1 illik hamısı qaydasındadır. Qaydasındadırmı yəni? Bəli, bəli. Motor, Motor 06-dır, korobkada 4. motorun yağ azaltması, Xeyr, səsi, xeyr, qətiyyən. Motor saat kimi işləyir. korobkada atma, Xeyr qardaş, qətiyyən. diferdə səs. Diferdə yüngül var, elə belə səs var. Hər hansısa bir sürətdədirmi yoxsa daim olur? Yox, 70-ə kimi, 70-dən sonra yəni səs kəsir də. Polda çürük pas yoxdur. Xeyr, qətiyyən yox. Danqrat yerinin birində yüngül varı var, Qozboytda. Zədə var. Çürük var. Peredokda vəziyyət necədir? Top kimidir, Perodoksa top kimi. Səsi küyü yoxdur. Xeyr, Xadavoy əla vəziyyətdədir. Təkərlər yaxşıdır deyəsən. Bəli, qabaqlar təm təzədir, heç bir həftə olmaz alpırmışam üstünə. Arxalar da normaldır. Dəyişilənlərin də deyin də. Heç bir detal dəyişmir, Radno öz detallardır hamısı. Zavoddan gələndir, qapı, kril, kapot. Bəli, hamısı özününkidir. Nə gözəl. Kraskası yaxşıdırmı? Kraskalanıbdır. Kraskası idealdır, super vəziyyətdədir. Sadəcə kraskalanıb maşın yəni. Amma detallar zavoddan. Ön alın şüşəsində 2 dənə çıxdaq görürəm. Zavod öz papresi, 98 üstə gələn papresidir. Nə gözəl. Yəni oradan yazılıb hamısı. Kodundan şüşələr hamısı eynidir. Yan aynalar əllə mi qalxır? Xeyr, zavod. Əllə də. Əllə qalxır. Kitin üstü də bağlıdır. Çuxollanıb. İşte Radno kitdi, cüzi çatıb zad var deyə üzlüklə üzdəmişəm. Və üz yarıb qoymuşam. Oturacaqlar təmizdir, hə? Bəli, oturacaqlar üz hamısı zavod özününkidir, öz oturacaqlardır. Qiymət neçədir? Qiymət 6500 manata deyirəm, real alıcıyla razılaşaram. 6-ya verməyəsiniz. Xeyr. Yəni yüngül var 6 yarımdan endirim olar. Əlaqə nömrəsini deyin də. Əlaqə nömrəsi 051 950 99 95. Hansı rayona gəlsinlər? Ağdam rayonu. Uğurlar arzu eləyirəm. Sağ ol qardaş, çox sağ ol. Siz də sağ olun. Dəyərli izləyicilər, çox deyirdiniz bahalı 06-lar çəkin, bu da bahalı 06-lar. Qardaşımız gətiribdi 06-sını satmağa. Xeyirli olsun qardaş. Sağ ol, qardaş, var. Buyurun, məlumat verin bilək, necə maşındır maşınınız? İli 92, maşın bez detal, 92-dən əsər eləmək qalmır. Nə vaxtdan sizinkidir maşın, onu deyim bizə. 4-5 il olar. İl, Bəli, sənədi nədir? Aformutdurmu öz adınıza? bəli, atamın adındadır. Atanızın adına olan maşındır. Kim yığdırdı maşını? Özüm yığdırmışım. Sizin işiniz. Nə qədər xərc çəkdiniz? 14 min. 14 min? Bəli. Dəyərmi 06-ya? Dəyər, niyə deyim, xəstələri var mənim kimi. Nə yaxşı bəs satası oldunuz? Maşın almışam başqana görə. Nə qədər vaxtı bu vəziyyətdədir? 2-3 ildir. Mühərrik nədir? Niva, 213. Niva mühərriki qoymusunuz. Bəli, Niva motor, difer, salafan təzə alınıb, sənədinə kimi var. Bu qoyduqlarınızın hamısını sənəd almısınızmı yəni? Sənədləşibdirmi? Bəli. Sənədi var, amma yenə də Yox da təbii ki bu formada səslə, küylə şəhərdə Bəli, sürmək üçün qadağandır. bəli, Mühərrik yaxşıdır. bəli, yaxşı. Yağ azaltması, səsi yoxdur heç nə. Başımdan cavab deyim. Hətta kondisioner də Bəli, quraşdırmısınız. kondisioner, gidravlik o. Yaxşı deyirlərmi? Bəli. Yaxşıdır. Korobkası, Korobka 507 2011 korobkası. atma səsi yoxdur. Xeyr. Difer də səsi yoxdur. Difer təzə alınıb. Difer dəyişmisiniz. Maşınımızın altında vəziyyət necədir? Çürük pas yoxdur ki. Xeyr, yox. Danqrat yerləri salamat. Salamat. Peredok necə? Peredok təzə yığılıb. Səsi küyü yoxdur Xeyr, ki. təzə yığılıb. Təkərlərə eyni təkər qoymusunuz. Təkərlər Formalarda. forma təkər. Bahalıdırmı? Bahalı təkər. Yanacağa 600 fərq manat eləyir. Eləyir. Çox işlədir. Yox. Təkərlər də yaxşıdır. Maşınımızın dəyişilənlərini deyin. Dəyişilən yox. Zavoddan gələn də hamısı. Bəli. Dəyişilən yox. Bu Kraskan ferinə nə kimi zaman? özünün. Kraskanı deyirəm nə zaman? Kraska dəyişilir. 1 il olar. 1 il olar vurmusunuz. Kraska dəyişilib, başqa rəng olub Bəli, başqa əvvəli. rəngsiz. O da sənəddə yazılıbdırmı? Şüşələri necədir? Şüşələri Benson Paprest orijinal. Qəşəng. Yan aynaların 4-ündə də düymə görürəm. Bəli. İşləyirlərmi? Bəli, hamısı işləyir. Şiti təmizdir, hə? Qırıq İşte çat təzə yoxdur. Təzə qoyulub. Hər şey maşın təzədir. Şurupuna kimi. Oturacaqlara Yəni- dəri yığdırmısınız. Bəli. Zədəsi yox, sükan dəyişilir. Bəli, sükan dəyişdir. Aparatura Maşına yəni necə? çox şey iş oldu. Bahalıdırmı Bəli, aparatura? aparatura Apokalipsdir. 4 dənə Apodur. Bir dənə Apokalipsin 1220 spasavikidir. Su tellər. Arxa pnevmadır. Yəni istəyən qabaq da qoşa bilər. Qabaq da var. Maşınımızın öz dəyəri neçə? Qiyməti Bəli. 9000. Real alıcı ilə danışmaq olar. 9000-ə deyirsiniz. Bəli, real alıcı ilə danışmaq Nə olar. qədər endirim eləmək olar? Yəni onu danışarıq. Amma Təxmini burada biletdə deyil. bir 500-600 endirim eləyərik yoxsa 300, 500 olar. maksimum 500 hə? Bəli. Hansı rayondasınız? Ağdam. Əlaqə nömrəsini deyin. 050 836 64 64.
Allah xeyir versin. Sağ ol, var ol. Allah Siz də köməyin sağ olsun. olun. Sağ olun. Too stupid on that pipe sound. Qardaş Allah xeyir versin. Çox sağ olun. Çox 04 maşını satırsınız. Hə. Buyurun məlumat verin. Bilək necə maşındır? Məlumatım budur ki, mənim maşınımın bir dənə detal dəyişələn yeri Zavaskoy maşındır. Bir dənə detal dəyişələn yer sol kriladır. Sürücü tərəf ön kril Hə, dəyişdirir. ön kriladır. İli neçədir ki? 2008. 2008-dir, injektor motordur. Yəni bir dənə karovkasından, motorunda bir dənə problemi yoxdur. Siz nə vaxtdan işlədirsiniz? Mən 7 aydır. 7 aydır bu maşın məndədir. Alver üçün almışdım. Mağazinimiz bağlandı. Buna görə mən maşını satası oldum. Yəni bu niyyətlə. Sənədi nədir? Aformutdurmu, etibarnamədirmi? Yox, yox. Etibarnamə ilə Hə, işlədirsiniz. Vaxtına varmı? var. Sənədlər necə? Hamısı qaydasında. Texniki baxış. Hamısı qaydasında. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Düzəltmişəm. Yəni məsələn xoşum gəlməyən detallar vardı kolosunda. Məsələn səs vardı, onu düzəltmişəm. Müəyyən şeylər, xırdapara şeylər vardı, onların hamısını özüm aradan qaldırmışam. Yəni maşın Motoruna otur sür maşın. baxdırmadınız? Hə? Motoruna. Motorunda bir dənə səs yoxdur. 06-dır mı motor? 03. 03 motor. Yağ azaltma, səs. Heç nə, heç nə. Karovkası 5-dir. Karovkası 5-dir. Atma səs. Heç nə, heç nə. Gül kimi. Diferdə səs yoxdur. Bir damcı da. Nə karovkasından, nə diferində, nə motorunda. 6 necədir polo? 6 da çiçək kimi qaldırıb yanmaya da Çürük baxamıyorum. pas yoxdur. Heç nə, heç nə. Bir Danqrat yerləri varmı? hamısı sağ-salamat, Zabaskoy özünküdür. Öndə səs-küy necə? Heç nə yox. Peredokun səs-küyü Yox, yoxdur. yox. Hamısı əldən çıxıb. Təkərlər yaxşıdır. Təkərlər təzə, təzə təkərləri. Kraskanı nə zaman vurdurdunuz? Kraskanı hardasa 7 ay bundan qalxarıq fırılır. Elə alan vaxtlar Hə. vurdunuz, eləmi? İndi kosmetik iş yoxdur elə bilirəm. Yoxdur, yox. 1 qram da kosmetika işi yox. Üstünün bagajını verəsizmi yoxsa? Yoxundur. Yoxundur. Yoxundur, yox. Yəni qoyulmayıb, heç bu adam yiyəsi müəllim adam olub. Müəllim Meyler 04-dür. Hə. Uşaqlar Yox, məktəbə uşağı aparıb aparıb gətirməyə. gətirməyə. Məktəb uşağı aparıb Geniş gətirməyə. olsun içi. Gediş gəliş olsun, всё. Yəni xoş. Şüşələr təmizdirmi? Şüşələr yox, heç bir şey. Əllə qalxar yəqin ki, yanayına. Hə, pultla bağlanır. Qapıları amma pult bağlayır. Pultla bağlanır. Amma əllə Şiti qalxır. təmizdir. Elə şitdə yoxdur qırıqda. İşdə yox, heç nə. Oturacaqlar necə? Yaxşıdırlarmı? Ürəyin istəyən vəziyyətdə. Zabaskoy öz şeydir, oturacaqlardır. Qiymət neçədir? Qiymət 7-2-yə deyirəm, yəni real alıcı klient olsa orada endirim olunacaq. Bax, Müsalim əmi bu dəqiqə baxır belə bir maşın axtarır. Ona 6-5-ə verək getsin bu maşına. Yox, 6-5-i səhər-səhər çox istəyən oldu. İndi səhər ayrıdan indi axşam düşübdür. O Yox. da internetdən baxacaq bu maşına. Yox, yox, 6-5-ə Alanıdır ha. Vallahi Alacaq üstünə bagaj düzəldə mal bazarına işləyir. çox istəyən oldu 6-5-ə. Səhərdən bəlkə bir 10 nəfər istəyibdi, yox. Hansı rayondasınız? Tərtər rayonunun Evoğlu kəndində. Əlaqə nömrəsini deyir, nə qoy əlaqə saxlasınlar sizinlə. 070 587 59 24. Allah bazar versin. Sağ ol qadan. Çox Siz də sağ ol. sağ olun. Sağ olun. Sağ ol. Qardaş Allah xeyir versin. Sağ ol, sağ ol. 011 maşını gətirmisən satışa. Bəli, bəli. İzləyicilər həmişə deyirdi ucuz maşınlar çək, indi deyir bahalı maşınlar çəkin, yəni vazları. Ha, dəmir dəyişmir, be qardaş maşın. Eləmi? Buyurun. 011 01. 011 85. Hə, buyur məlumat ver görüm qardaşım. Maşın saz ideal maşındır ha, qardaş. Mənə karovka 5-dir. Mosta səs yoxdur, motorda problem yoxdur. Texmod sığorta təzə olunub 15 gün. Nə vaxtdan sizin maşındır bu maşın? 2 ildən çoxdur. Öz adımıza da formu. Allah bilir. Sənədləri necə? Hamısı qaydasındadır, hamısı. Maşınımıza 2 il içərisində xərc çəkmisiniz? Maşına demək olar akkumulyator almışam, pulyonkalı atmışam, təkər almışdı. Yəni başqa şeyinə problem yoxdur. Elə zavod nə qoyub o da. Motoru nədir? 011, 01. 01-dir. Ha, 01. Necədir motorun vəziyyəti? Super, ideal vəziyyətdə. Nə vaxt yığılıbdı? Motor bilmirsiniz? Motor məndə olandan yox, yığılmıyor. Yığılmıyor, yox məndə olandan. Yağ azaltması nə qədər? Heç sad, qardaş, heç Səsi yaxşıdır. Səsi küyüdəki yoxdur, çiçək kimi. Karovkası nədir? 5-dir. Dəyişilib karovka. Ada dəyişilib, bunlarda Zavaskot Hər şey 4-dür. zavoddan olubdu, bir dənə Ha, karovkanı karovkasını dəyişmiş.
Diferi. Səs yoxdur, ideal öz diferi üstə gələn. Altı necədir? Çürük Çiçək kimi çoxdur. yox, heç nöqtə çürüyü yoxdur. Nə yaxşı. Bunu harda saxlayıblar belə? Kafenin üstündə. Eləmi? Danqrat yerləri varmı? Çək dana. Hamısı ideal üstündədir. Peredokda səs-küy var. Heç nöqtə ola bilməz. Heç sürüb alan Qurun-Tavoyda sürüb baxacaq. Təkərləri də normaldır da. Normaldır da. Hətta kalpak da var. Zavodskoy kalpak. Hamısı öz diskiləri diska zavod deyil, hə? hamısı. Deyirsən dəyişilən yoxdur. Dəyişilən dəmiri yoxdur. Kraska vurular amma bir neçə Kraska dəfə. vurulub, hə, amma dəyişilən dəmiri yoxdur. Hazırda da kosmetik işləri var. Hə, indi biraz kraskalansa yaxşı olar. Demək olar ki. Çürük yoxdur ki, əsas Hə, çürük. heç o deyil qardaş. Maşınımızın ön alın şüşəsində çatı var. Ha, bir dənə Özününkidirmi yoxsa dəyişilib? yox, dəyişilib patbes, amma böyür şüşələr hamısı özünküdür. Yan aynalar Buferlərindən belə hamısı özünküdür. Hətta deyirsən o tutacaqları da hamısı. Hamısı qardaş, hamısı. Şitin üstündə, şit Şit də öz özününkidir. şitidir. Çatı var, yüngülvarıdır. Yəni o vaxtdan indiyə bu şit qalıbdısa, afərin. 85-dən məl gör qalıb da o. Sükan da özününki. Oturacaqlar da Urol deyirsən. da özünküdür. Oturacaqlar da özününki. Hamısı, hamısı. Dəridir, Hamısı. qəşəng. Hətta zədəsi yoxdur oturacaqların bir şübhəsi. Qiymət neçədir? 4000-ə deyirik. 4000-ə deyirsiniz. Endirim nə qədər eləyək? 304 manat eləmək olar. 3-5-ə verməyək, 3-5. 3-5 verirlər bax bu saat. Vermirsiniz. Elə biri yanındadır. Eləmi? Qardaş 3-5 verirsən. Yaxşı eləyirsən. Hər asılaş ver getsin də, hə? Elə bir-iki dəfə bazara gəlib gedəndə həmən pul çıxardasan. Hə, düzəl şeyci. Hansı rayondasınız? Ağcabədən. Əlaqə nömrəsində deyin də. 050 637 89 34. Uğurlar arzu edirəm qardaş. Sağ ol, sağ ol. Siz də sağ olun. Qardaş xeyirli olsun. Sağ olun qardaş, çox sağ olun. 07 maşınınızı satırsınız. Bəli, bəli. Buyurun məlumat verin, bilək necə maşındır? Maşın 2003 maşındır, bez detal maşındır. 13-14 ildir bizdədir. Maşın Bərdar rayon Qarğacı kəndindədir. Yəni motor, karovka ideal vəziyyətdədir. Bir dənə problemi yoxdur ki, otur sür maşındır. Motoru nə zaman yığdırmısınız? Motoru bircə dəfə açılıbdı. O da 2018-ci ildə. Yəni söz olamaz motora. Yağ azaltması, səsi, Kapli qədər də. Saatdır motor. karabkası necədir? 5-dir. Atma, səs Zərrə qədər də ola bilməz. olmasın da biz də istəyirik. Tək onun xadavoyuna 700 manat yaxınlarda xərc çəkmişəm. Ay maşallah. Diferdə səs varmı? Bir damcı belə yoxdur. Altı necədir? Polo. Zərrə qədər də. Bir dənə o elə bir ki, sağ tərəfdə danqrat yerinin böyründə cuzi çürüyü var. Cuzi. Danqrat yerləri özü varmı? Bəli, bəli. Danqrat yeri öz zavodskoy öz danqrat yerləridir. Peredok necədir? Peredok super vəziyyətdə. Səs-küy yoxdur. Heç nə, zərrə qədər. Peredok təzə yığılmışam. Təkərlər yaxşıdırmı? Bəli, təkərlər yəni harda bir 3-4 ay var alıb qoymuşam. Dəyişən dəyişisi yoxdur. Heç bir şey. Zavoddan. Bəli, bəli. Kraska nə zaman vuruldu? Kraska da harca bir 1 il olar. Yoxdur ki, kosmetik işi. Heç bir şey ola bilməz. Maşınınızın şüşələri necədir? Qırğı çatı yoxdur ki? Yox qardaş, maşın şüşələrində qırıq-çat deyilən bir şey yoxdur. Əllə mi qalxır yan aynalar? Xeyr, xeyr. Hə, əllə qalxır, bəli, bəli. Düymə deyildi. Bəli, bəli, düymə deyil. Şitin üstü bağlıdır. Yəqin altda zədələr olub, ya? Yox, indi cuzi ola bilər, özümüz günə görə bağlamışıq. 2 gün vurum bozaq. Oturacaqlar, çikollanı. Əlavə zavod nə oturacaq qoyub odur. Çikollanı belə bilməm. Hə, yoxsa Yox, zavod qoyduq. O vaxtlar 2003-də yəni belə gəlirdi. Qəşəng. Bəli. Maşınımız normaldır maşın. Bəli. Qiyməti dəki deyirik neçə dedik? 5500-də deyirəm. 5-ə verək keçsin bunu. Yəni sizin izləyicilər tərəfindən gələn olsa razılaşma olar. Bəli. Gəlsinlər Bərdəyə, Qarağacı kəndə. Bəli, bəli. Kəndə gəlsələr gəlib bir dənə də yaxşı qonaqlıq verəsiniz. Bez problem yoxdur. Əlaqə nömrəsini deyin. 051 740 46 33. Allah xeyir versin. Sağ ol, çox sağ olun qardaş. Siz də sağ olun. Sağ ol. Qardaş xeyirli olsun. Çox sağ ol, Allah razı olsun qardaş. Maşınımız Priora. 2014-cü il 170 min gedib orijinal probekdir. Dəyişən detalı yoxdur. Bir detanda kusok kraska var. Vəsiya. Siz nə vaxtdan işlədirsiniz? Məndə bir 7-8 aydır. Sənəd, aformut? Yox, general daverniz. Etibarnamədir. Vaxtdan varmı? Var, hər şey var. Sənədləri necə? Hər şey qaydasındadır. Sığortasını dünən eləmişik. Alandan sonra xərcləriniz oldu mu? Yox, yalan deyirəm. Elə bir dənə yağını dəyişmişəm. Ümumiyyətlə rasposuz maşındır Priora var.
Motorda vəziyyət necə? Çox sakit, rahat, hər şey normal. Yağ azaltmadır, səsdir. Qətiyyən ola bilməz. Nə lazımdır, nə varsa onu da danışırıq, onu da deyirik. Yığılmağından xəbəriniz yoxdur motorun? Yox, tanış adamla almışam, yığılıb. Yəni o remen barəsində problem yoxdur. Maşınımız korobkası mexanik olur da bunlarda. Bəli, mexanik. Necədir vəziyyəti? Yağ kimi, toz kimi. Təzə maşındır Atma bunlar. səs yoxdur. Qətiyyən bunlar təzə maşındır. Heç nə olmur. Ümumiyyətlə Prioradır, 015-də bunların korobkası xarab olmur. Problem olmur. Yox, əksər vaxt olmur. Öndə vəziyyət necədir? Peredokda. Yaxşıdır qardaş. Qranatlarda səs var. Elə yox. Yoxdur. Peredok ümumilikdə yaxşıdır. Yaxşı, normaldır, bəli, normaldır. Sürülən maşın istər-istəməz var, mən nə qədər desəm, bəlkə mənə xoşdur, başqasına yox. Təkərlər necə? Zəifdir qardaş, təkərlər zəifdir. Yaxşı deyil. Daha qəşəng olur. Bəli, normal. Altı necə? Polo. Təzədir, pas yoxdur. qətiyyən yoxdur, heç nə yoxdur. Dəyişən hansılardır? Heç bir detal dəyişməyib. Zavoddan gəlmir. Zavod nədə olur? Qapı, kril, kapot tam Heç nə, bir dənə ola bilməz. Ümumiyyətlə maşında bir detalında kraskalanıb. Amma tam kraskalanıb, hə? Yox, bir detalında bir qusov 20 Bir saat. detalı kraskalanıb. Bəli, qusov o da, yarımçıq. Kosmetik işi yoxdur hazır. Qətiyyən yox, görünən kimi. Ön alın şüşəsində çat var. Hə, bir damcı orasına düşüb nəsə. Yan aynalar düymə ilə. Bəli, hamısı. Önlər eləmi, yoxsa Bəli. dördü də? Yox, önlər mərkəz qapanma sistemidir, belə biləm güclülər. Bunlar tam full deyil də, biz necə? Tam full versiyon deyil Prioranın, orta versiyon. Şiti təmizdirmi? Yoxsa Bəli, təmiz, yox, heç. Maşınımızın kondisioneri necə? Bunlar sadə gəlib. Bunlar Yoxda kondisioner. yox, full versiyon deyil, sadədir. Yox. Qiyməti neçə? Qiyməti qardaş, yəni real alan olsa 8800-ə deyirik, nə bir 100-200 aşağı yuxarı eləmək olar. 8-5-ə vermək olar. Belə də yəni baxar vəziyyətə. Əsas o da əlaqə saxlasın. Əlaqə saxlasınlar, əsas Nömrənizi danışaq. deyin. 050 780 0431 adım Elçindir. Hardasınız? Hansı rayon? Aran qəsəbəsi. Yevlax rayonu Aran Yevlax qəsəbəsi. rayonundasınız. Uğurlar arzu edirəm qardaş. Çox sağ ol, Allah razı olsun sizdən. Siz də sağ olun. Dəyərli izləyicilər, baxın, qəşəng maşınlar almaq istəyən birinci sıraya gəlsin. Burada istədiyiniz 07, 06, 06 var. İndi yoxdur amma olur, 06 da olur. Qəşəng maşınlar var bax bu sırada. Düzdür, alıb satanlar da çox, amma seçmə maşınlardır. Bax bu qardaşlar da 190 maşınlarını gətiriblər, amma alverçi deyirlər deyəsən. Azar. Qardaş alverçisiz? Alverçi deyirlər. Görə niyə satmayıblar? Mikrofonu da. Qardaşımızın bax bu cür 190 Mercedesi var, satmaq istəyir. Qardaş, ili nədir bunun? İli 93. Nə vaxtdan sizdədir? 4 il olar. Sənədi nədir? 2 motordur. Yox, sənədi. Etibarnamədirmi, formutdurmu? Aformutdur. Bax bu cür maşındır. Luku da var. Luk işləyir. Hə, işləyir hə. Dəyişən varmı? Kapı, krel, kapot. Yox. Heç nə dəyişilməyib. Bez detaldır. Altı necədir maşınımızın? Tərtəmiz. Çürük pas yoxdur ki? Yoxdur, yox. Bu da maşınımızın ön təkərləri. Təkərlər yaxşıdır. Hə, təzədir. Peredokda vəziyyət necədir? Qəşəng, əla. Səs küyü yoxdur ki? Yox. Kondisioner də var. Kondisioner də var hətta. Nə Hə. gözəl. Zavoddur kondisioner yoxsa sonradan quraşdırılıb? Sonradan quraşdırmışam. Açmaq Amma olar o bir- kapotunu, O birisi motorxanasına da baxaq. Zavaskoydu. Motorxanasına baxaq. Bu da maşınımızın motorxanası. 2 motor dedik, eləmi? Hə. ABS-i də var, hə? Hə, hər şey var. Yağ azaltma, səs. Yox, heç nə yoxdur. Nə zaman yığılıb bilmirsən? Motoru Bəli. alanda yığdırdığım idi. Akkumulyator da. Maşınımızın arxa hissəsi. Qardaş bagajı açdı göstərmək üçün. Tərtəmizdir. Çxol sökülüb eləm buram. Bax da hə burada. Hə, Çxol baxır. sökülüb deyə. Bu altın göstərə bilərikmi? Görək dəmirdən zaddan çürüyəni yoxdur ki. Ehtiyat təkər olan hissəsi. Gül kimidir. Yox, hələ ki çürük görmürəm mən. Ört qardaş, bagajı ört. Maşınımızın bu da bütün arxa görüntüsü. Maşınımızın altı. Çürük pas yoxdur deyirsiniz. Yox, heç nə yox. Çək kimidir.
Sadə diskdir, kalpaklandır. Arxa oturacaqları. Tavanı da təmiz. Oturacaqlar Ha? təmiz. Normal maşındır. Bu da maşınımızın sürücü tərəfdən oturacağı. Şiti təmiz. Şüşələrində çat var. Ön alın şüşəsində. Oturacaqlarda vəziyyət necə? Yaxşıdır. Aynalar əllə qalxır, yan aynalar. Hə, qardaş, maşınımızı çəkdik, göstərdik. Qiymətini də ilə bizə Qiymətin 4,5 deyirəm. 4500-ə deyirsiniz. Hə. Endirim də eləyəsiniz. Hə. Nə qədər? 4-ə verməyək bunu. Hə? 4000-ə verək getsin. Gəlsin danışaq. Maşınımız kondisionerli maşın, benzinlə işləyir. Normal vəziyyətdədir. Yəni hansı rayona gəlsinlər? Hara gəlsinlər? Bərdən Lək kəndinə. Əlaqə nömrəsini deyin. 051 350 8361. Allah xeyir versin. Sağ ol.